Ben müşteri de allanır. Bak neden? İndi mənə deyir ki, əynindəkin ver mənə, səndəki böyür az mənə. Bu orijinalıdır, 45 manatdır. Bu da 30 manatdır. İndi bilirəm ki, niyə cəmaat yazır ki, başqa yerdə 40 manatdır, sən 45'e verirsən. Bax indi tutursan. Bax bu 30 manatdır. Bunu sizə 40, 45, 50 manata verirlər. Hələ istəsən bunda bir 200 manata düşürdə bilərəm. Ha, zadyorum var. 8 okuyan şoxlar içində gəldi bax. Real, ya sen danış dedi, ya ben danışım. Ve aramızda bir gün güclü söz-söhbət düşür, heç kim girəməyiz aramızda. Bax bu rəngi də var. Bax indi qardaş deyir ki, yox, əlində şimdi deyirəm ki, bu girdirməz. Yəni girdirmə o demək deyir, ha şeydir, lafızı bilmalıdır. Yox, normal malıdır. Sadəcə bunları mən hörmətdən salmışam da bu paltarları. Bu ümumiyyətlə bu kurtka sferasında mən bu işə gələndə Allah şahiddir ki, gözümü şahidiyəm. Və cəmaatın. Sexdə tikilən malları siz alırdınız 60-65 manata. Heç vaxt normal mal 30 manata, 40 manata olmuyor. Yəni bunu tam əminliyinə deyə bilərəm. Çünki yüzlərlə, minlərlə insan bizdən alışveriş edir deyə tam arxayındır. Bax bunlar 30 manatdır. Bunun iki rəngi var. Bir karşısın bir rəngdir. Əməlli göstər. Ha, bax bu 30 manatdır. Bu 30 manatdır ama qardaşımız əlindəki bu cihaz var. Allah şahid ki bunu 120-130 manata satılıb. Bəzi müştərilərimizdə videolarımızda görür, altdan yazırlar. Hamısı da təsdiqli. Xahiş edirəm. Kommentlərə heç fikir verməmişəm. Çox xahiş edirəm. Xidmətinizdəyəm, durun gəlin.